senin gücün al olsun. Ey usta senin gücün al olsun. Ey usta senin gücün al olsun. Azerbaycan senin başın sağ olsun. Ey usta senin gücün al olsun. Azerbaycan senin başın sağ olsun. Ey usta senin gücün al olsun. Azerbaycan senin başın sağ olsun. Ey usta senin gücün al olsun. Azerbaycan senin başın sağ olsun. Ey usta senin gücün al olsun. Azerbaycan senin başın sağ olsun. Ey usta senin gücün al olsun. La ilahe illallah. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan. Nefesimiz babeklerin, sabirlerin gör nefesi. Nefesimiz babeklerin, sabirlerin gör nefesi. Manımızda yaşar bizim babaların aydın sesi. Manımızda yaşar bizim babaların aydın sesi. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan. Ad açık dünyada kalacağım ben. Düşman yürüş edip üstüme gelse ad açık dünyada kalacağım ben. Məğlub olsam da ben şənim azalmaz, yağını təxtindən salacağım ben. Keçmiş qoçaqların gedərəm sanın, zülm edib haqq üstə tökdülər qanın, zülmətdə yaşayan Azərbaycanın bir gün qisasını alacağım mən. Həm qoçaq nəbiyəm, həm də babək, çağırsam Koroğlu haya gələcək, Azərbaycanlıya qoçaqlıq yerək, qalalar fəth edib alacağım mən. Qafaram saz mənim elimdir obam, qafaram saz mənim elimdir obam, ya da baş əymərəm özüm ərbabam. Sazla yaşamışdır o Ozan babam, o çalıb indi də çalacağım mən, o çalıb indi də çalacaq biz. Doğrusu ki, Azerbaycan. Ne igidlərim var, ne igidlərim var ki bugün yine Azerbaycan büyük igidlərin birini toprağa tapşırır. Ama Aşık Qafar özü diğer kimin? Bugün ben hayat yoldaşının yanında, ailesinin yanında danışıram. Koyun bunlara da baş sağlığı verim. Ama bunlardan qabaq Azerbaycan'a baş sağlığı verdim. Çünkü Aşık Qafar Azerbaycan'ın idi. Aşık Qafar bu toprağın idi. Bizim milli qəhrəmanımızdır. Aşık Qafar yaşadı dili üçün, yaşadı vətəni üçün, yaşadı Azerbaycan üçün. Ne güzel dedi, vətənə çalışan, vətənə oxuyan, vətənə çalan, vətənə diyen ölmez. Bugün Aşık Qafar ölmedi. Bugün Aşık Qafar yaşayır, yaşayacaq. Niye ki? Aşık Qafarlar yaşayır. Niye ki büyüklerim Aşık Qafar diyen kimin? O iki ömrün, varlığın, duyguların, toprak üçün, dili üçün, eşki üçün, vətən üçün bağışlayır. Meğer öler o. Aşık Qafar ölmeyip, ölmeyecek. Niye ki Azerbaycan ölmeyip ölmeyecek. Azerbaycan yaşayacak. Bizim istəklərimiz her zaman çok değerli istəklər, çok düşünceli istəklər olub. Ne istemişim? Dünyanın harasında öz dilinde danışıp, öz dilinde yazmak günahdır. Öz musiqimizi, öz toprağımızı korumak, öz elimizi sevmek, öz varlığımızı istemek harda günahdır bu? Biz bunları istemişik. Ona göre Aşık Qafar
Eşit, bu Azerbaycan halkıdır. Ucadan değil, yaşasın Azerbaycan. Yaşasın Azerbaycan. Yaşasın vətənim. Yaşasın vətənim. Yaşasın dilim. Yaşasın dilim. Yaşasın sazım. Yaşasın sazım. Ne güzeldi, ne güzeldi. Her zaman sazı aldı sinəsinə, eşkin toprağa bildirdi. İnanırsınız Aşıq Qafar doğrusu aşığıdır. Eline, yurduna, musiqisine, varlığına, kültürüne, çalmasına. Aşıq Qafar indi də çalır. Niyə ki ürəklərdə mizraplar, eşq yolun, vətən yolun, dil yolun, istək yolun gedir. Salam diyeyim ve bugün Aşıq Qafar, ustad aşığımız, görkəmli aşığımızın yaz törənində iştirak edəmsiz, mən Azərbaycan Mədəniyyət Ocağı tərəfindən bütün burada iştirak edənlərdən təşəkkür edir. Bu bizim, sizin burada cəm olmanız Azərbaycan mədəniyyətinə, Azərbaycan kültürünə, Azərbaycan fərhənginə ərziş verməkdir. Əlbəttə Aşıq Qafar ondan çox böyük idi ki, böyük törənlər tutulsun, böyük məclislər bundan daha görkəmdir. Çünki bir ömür biz bu aşıqla ki, bərabər olmuşuq. Azərbaycan Mədəniyyət Ocağının bütün cələsələri hörmətli aşığımız Aşıq Qafar başlardı. İndi ondan sonra Nəzr biz bu məclisi başlayacaq, özü bizə böyük çətinlikdir. Əgər bu günləri bu cəmiyyət istər qəbul üstə, istər burada və sonraki məclislərdə olacaqlar, ondan ötürdü ki, Aşıq Qafar millətinə, xalqına çalışdı. Və bu millət onun adamı göyə götürər ki, millətinə, dilinə, fərhənginə, kültürünə çalışan, özünə çalışanı qalxısmaz göyə. Nə qədər özünü üstə aparar. Mən istəmirəm burada vaxtınızı aparam, vaxtda qurtulmaqdadır. Mən Allah'tan rəhmət diləyirəm hörmətli aşığımız Aşıq Qafara və böyük üstadımız Həsən Ağa Azərbaycan və Aşıq Qafar kiçik zamanda ki biz əldən vermişik, bizə böyük içkiydi. Ümidim var ki, inşallah cavanlarımız onların yerlərini doldururlar və Azərbaycan mədəniyyətin, Azərbaycan fərhəngin həmişə qəni saxlayarlar. Burada mən sözlərimi bitirirəm və Allah'tan hörmətli aşığımıza rəhmət diləyirəm. Sağ olun.